Bugün bizim qonağımız gözəl, dəyərli dünya üzrə çempionu Rafael Ağayevdir. Yəni bizdə deyir ki, cüzi şikayətlərimiz var. Rafael müəllim, bir dənə bir-iki söz deyərdiniz, hansı şikayətlərdir bu oyunda və artıq? Neçə vaxtdır ki, zədəliydi. Zədəni təzə sağlamışam. Ona görə 2-3 gün idmana başlamışam. Bütün bədənimdə ağrılar var. Ona görə elə gəldim ki, kömək olsun. İnşallah biz də kömək edəcəyik. Rafael müəllimə hər bir şey yüksək səviyyədə göstəriş və kömək olacaq, dəstək olacaq. Rahat olun, nəfəs alın. Məsələn, biraz da yaxın gələ bilərsiniz. Arxaya? Hə, arxaya gəlsin ki, biz bizə rahat olsun. Burunla nəfəs alırıq, ağzına veririk. Boş bırak. Ay yaşa. Nefes. Ay sağ. Yine. Ay sağ. Nefes. Ay sağ. Nasıl? Nefes. Bırak. Ay sağ. Bırak. Ay sağ. Çok güzel. İncitme. Yok, yaxşıdır ya. Boş bırakmak da istemez. Şimdi tam serbest çekin. Ay sağ ol, çok güzel. Diskomfort falan vesaire. Yaxşıdır. Her şey Allah razı olsun. yüksek seviyede. İndi de elinizi qoyursunuz belə bu hissədə. Mən deyəndə dirsənizi arxaya aparasınız, amma buran yaxşı fiksasiya verirsiniz. Okay. Gəlin. Ay, sağ yerində. Bu hissə. Saxlayın. Verin. Ay, sağ yerində. Süper. Əllərdə falan ovuşma, ağrı falan nəsə var? Yox, hər şey yaxşıdır. Sadəcə var, əzəllər çoxdan işləmiş. Deyə, hə? Ağrıyır əlbəttə. İnşallah. Güzel olacaq. Saxlayın. Baş biraz aşağı. Nəfəsinizi yanında beyli aşağı belə salırsınız. Oldu mu? Bismillahirrahmanirrahim. Boş bırak. Sır. Tam sərbəst. Aysa. Nəfəs. Yok, yavaş. Aysa, bırak.